məsləhətim. Göyü bax, uzun müddət saxlamaq üçün, təravətli qalması üçün, gözəl qalması üçün ziyafətin mətbəxində çox önəmli bir məsləhətdir. İstənilən bir qabın içində və çox əsas məsələ. Bunu ancaq sizə ziyafət. Bunu burada qoyuyorum. Bax belə, hər hansısa bir göylük olsun. Onu saxlamaq uzun müddət. Yaxın günlərdə sizə dolma pişirəcəm. Sizə çox vacib. Belə paket çaylardan əlavə edirsiniz içine. Bax belə qaba əlavə edirsiniz. Ziyafətin mətbəxinə abunə olun. Mən burada yudum koydum, amma siz qurudursunuz. Quru formasında bax belə qablaşdırırsınız. Çaya əlavə edirsiniz içine. Uzun müddət təravətli, belə gözəl qalacaq.